Salam əziz dostlar. Mən sizə bugün TikTok platformasında gündəmdə olan Emin Rəşad qardaşlar barəsində danışmaq istəyirəm. Emin Abdullayev mart ayında tanış olmuşuq. Elə TikTok platformasından bir müddət sonra biz bir neçə dəfə, yəni özünü mənə subay kimi təqdim etdi. Daha sonra üstündən bir neçə ay keçəndən sonra mən onun ata olmağı barədə video gördüm. Halbuki onda mən özümdə, yəni bətnimdə uşağım var idi, Emin Abdullayevdən. Nə qədər mən ona dedim ki, mənə söz vermişdi ki, yanında olacağam, uşağımız olsun, baxacağam. Artıq 8 aylıq mən hamilə idim. Mənimlə görüşmək istədiyini, ciddi məsələ, bu məsələ barədə danışmağını istədi. Artıq gec idi. Mən ona 3 aylığında bildirmişdim ki, 3 aylığında bildirmişdim ki, yəni mən heç kəsə deyə bilmirəm, ətrafıma, yaxınıma deyə bilmirəm. Mənə kömək elə, gedək həkimə, bu məsələni yoluna qoyaq. O isə bu qardaşına da bildirmişdim, Rəşad Abdullayevə, Eminə də dəfələrlə demişdim, hətta sorğuda göndərmişdim bir yerdə oturduğumuz dostlardan, tanışlardan. Qardaşın sevgilisinə belə yazmışdım. Yəni mənim heç bir sözümə əhəmiyyət artıq 8 aylıq hamiləliyimdə bu məndən ciddi məsələ, bu məsələ barəsində danışmağını xahiş etdi. Məndə sübutlar da var, mesajlar da var. Mən isə artıq gecdir. Vaxtında mən sənə demişdim, vaxtında bir tədbir görərdin. O buna yəni vecsiz yanaşdı. İndi hal-hazırda mənim qızım var, Emin Abdullayevdən 7 aylıq. O həbsdə olduğuna görə yeni çıxıb həbsdən. Mən yəni heç bir nə edəcəyimi bilmirdim ki, hal-hazırda bu insan türmədədir. Çıxdığına görə yenə də yazıram, atır bloka, oxuyur, cavab yazmır. Müraciət eləmişəm dövlət orqanına. Sizə xəbər göndərəcəyik, sizə yazacağıq, sizlə görüşəcəyik, xəbər verəcəyik. Yəni də heç kəs baxmıram. Xeyr, atalıq da verməyib. Yəni mənim hal-hazırda uşağımın sənədi belə yoxdur. Siz indi məhkəməyə müraciət etmək fikrindəsiniz? Bəli, 100%, 100%. Çünki bilirsiniz necədir? Yəni mən ona uşaq istəməmişəm. Özü istəyib uşağımız olsun, indi də baxmaq borcudur. Bir də baxmır. İndi də baxmır uşağına. Deyir ki, yəni mən istəmirəm uşağı. Yəni bilir ki, uşağı özünün. Bilir, boynundan atsa da normaldır. Boynundan atıb mənə böhtanlar atmağı belə normaldır. Çünki bu insan bilmir də neynəsin. Belə quyruğu qalq arasında belə deyək. Mənə şərlər atır, böhtanlar atır. Mən demək istəyir, ancaq bilir ki, uşaq onundur. Qardaşı da bilir, mən qardaşı ilə də danışığım var, sübut da var, falan da var. Yəni çox xahiş edirəm bu məsələni ictimailəşdirin. O mənə deyir ki, yəni baxmıram, istəmirəm. Mən də yəni yenə də deyirəm ki, təkəm, köməyim yoxdur. Baxırsınız ki, bütün günü TikTokda bütün qızlara hədiyyə atır falan. Mən özüm yayan açıram. Gedir mənim üstümə dəstək olmur. Gedir başqa qızlara hədiyyə atır. Mən oyun oynayıram məsələn qızla. Gedir o xanımın üstünə atır, məni uduzdurur. Yəni gəl uşağıma bax da elə pulun çoxdursa. Mən çox xahiş edirəm bu məsələni ictimailəşdirin. Yəni qorxacağım heç nə yoxdur, itirəcəyim heç kəs yoxdur. Bu məsələnin sonuna qədər övladına sahib çıxsın, bu məsələnin sonuna qədər gedəcəm. Hara lazımdır, sonuna qədər gedəcəm. Yəni uşağına baxan bir günə qədər, yəni mən bu məsələni nöqtə qoya bilmərəm. Görüb üzünü, şəkildə görüb, real görüb. Siz o ilə görüşəndə uşaq yanınızda deyildi? Şəkildə göstərdiniz? Yox, WhatsApp vasitəsilə, çerez dostları, tanışları vasitəsilə məlumat göndərmişəm. Yox, xeyr. Onun ailəsi bilirsiniz? Yox, mən onun ailəsini tanımaq istəyirəm, anasını, atasını. Sorğu göndərmişəm, vəsiqəsində olan ünvanda yaşamır, Günəşlidə yaşayır, vəsiqədə Bakıxanov ərazisi çıxır. Yəni çox cəhdlər eləmişəm də, çox cəhdlər. Son dedim ki, bu məsələ tanınmış adam olduqlarına görə ictimailəşməlidir ki, bəlkə bir ailəsi falan çıxar. Bilirlər ki. Yox, ailəsi bilmir. Mənə lazımdır ailəsi mənim çıxsın, tapsın. Mən ona danışım məsələni. Bəli. Çox xahiş edirəm ki, mənə kömək eləyəsiniz, bu məsələni ictimailəşdirirsiniz, hər kəs görsün. Siz iki canlı olanda bilirdiniz? Bilirdi. Mənim adım Şiləşməmiş. Yox, bilirdi, amma siz necə? Bəlkə qızı o övladı olduğuna görə yaxın gəlmək. Bir dənə də qızı var. Bəlkə də sizdən də bir qızı var deyə yaxın gəlmək istədim. Nə bilim, bilmirəm onu. Yəni onun belə pis çıxmasın. Deməli ki, qız
dünya. Mən inanıram ki, Press xəbərlə xüsusi TV-nin bu məsələnin ictimailəşdirilməsi ilə bağlı mənim məsələmdə kömək olunacaq mənə.